Hoş geldiniz. Bugün sizin üçün xüsusi hazırlanmış bu dərin təhlilimize başlayırıq. Hə, maraqlı bir mövzumuz var bu gün. Düzdür, yəni siz bizə çox qısa, amma bir o qədər də təsirli bir mənbə göndərmisiniz. Cəmi bir cümlədir, təsəvvür edirsiniz. Banka borcu olanlara pis xəbər. Yəni ancaq bundan ibarətdir, başqa heç nə. Bəli, ancaq bu. Amma gəlin bunu aydınlaşdıraq. Yəni, təsəvvür edin həftə sonudur, dincəlirsiniz və birdən müdirinizdən bir mesaj gəlir. Səninlə danışmalıyıq. Başqa heç nə. Nə bir detal var, nə də ki bir izahat. İnsanın ürəyi düşür, yəni dərhal ən qorxulu ssenarları düşünməyə başlayırsan o an. Tamamilə. Elə bil ki, səbəbsiz ani bir qorxu yaradır içimizdə. Bax, bizim missiyamız da bugün məhz budur. Bu qısa və kəskin ifadənin arxasında yatan o həyəcan siqnalını təhlil edəcəyik. Bəli, xüsusən də borclular üçün bunun nə anlama gəldiyini axtaracağıq. Çünki burada ən maraqlı məqam odur ki, bu mətn birbaşa cəmiyyətin çox spesifik və yəni hazırda kifayət qədər həssas bir hissəsini hədəf alır. Yəni sırf banka borcu olanları... Aha, məhz onları. Və fikir verin, orada xəbər sözü var ha, o xüsusi olaraq böyük hərflərlə yazılıb. Bu təsadüfi deyil. Oxuyanda qaçılmaz bir təhlükə hissi yaratmaq üçündür. Bir dəqiqə. Yəni, burada mən fərqli bir şey də irəli sürmək istəyirəm. Bu cür heç bir detal verilməyən xəbərdarlıq qara buludlu bir fırtına anonsuna bənzəmirmi? Necə yəni fırtına anonsu? Yəni, bilirik ki, hava qaralıb, yağış yağacaq, amma tam olaraq kimin islanacağı bəlli deyil. Bu məsələ ümumi faizlərlə bağlıdır, yoxsa gecikmə cərmələri ilə? Çox əla bənzətmədir həqiqətən. Yəni, demək istədiyim odur ki, bəlkə bu doğrudan da bazarda baş verən ciddi bir iqtisadi təhlükənin xəbərçisidir. İnsanların panikaya düşməsi əsaslıdır bəlkə də. Çox gözəl nöqtəyə toxundunuz. Bax, beynimiz məhz bu dediyiniz ssenariləri uydursun deyə o mətn bu cür qeyri-müəyyən dizayn edilib. Əgər bunu daha geniş mənzərə ilə əlaqələndirsək, görərik ki, məlumatdakı o qeyri-müəyyənlik əslində psixoloji təzyiqi necə artırır. Nə bank adı var, nə də ki bir konkret rəqəm. Düzdür, heç nə yoxdur. Bu da ona gətirib çıxarır ki, xəbəri oxuyan hər bir borclu bunu şəxsən, yəni birbaşa özünə aid edir. Psixologiyada biz buna qeyri-müəyyənlikdən qaçma deyirik. Beyin belə məlumat qıtlığı görəndə dərhal həyəcanlanır. Aha, yəni qorxu mərkəzimiz olan amigdala işə düşür də, belə başa düşdüm. Bəli, tam olaraq. Amigdala o boşluğu passiv bir məlumatsızlıq kimi yox, birbaşa aktiv fiziki təhlükə kimi qəbul edir. Vay, düşdüm indi. Yəni, mən fərz edirəm ki, söhbət birbaşa mənim bankımdan və mənim gecikmiş kreditimdən gedir. Tamamilə elədir. Təsəvvür edin ki, küçədəki hər kəs qorxu içində öz çətirini axtarır ki, birdən onların üstünə yağış yaxar. İndi isə gəlin o bayaq dediyiniz böyük hərflə yazılmış xəbər sözünə qaydaq. Hə, o vizual olaraq doğrudan da diqqət çəkir. Baxın, bu əslində beynimizin xəbərdarlıq sistemini sındıran bir növ koddur. Yəni, sadəcə təsadüfi qrafik seçim deyil o. Bilirsiniz, bunu izah etdikcə elə hiss edirəm ki, sanki arxanızdan qəfildən təcil yardım sireni eşidirsiniz. Yəni, o an məntiq tamamilə dayanır axı. Düzdür. Məntiq sıfırlanır, sadəcə instinkt və özünü müdafiə refleksləri işə düşür. O siren sizin məntiqli düşünməyə cavabdeh olan frontal lobunuzdan yan keçir. Aha, deməli, onsuz da xroniki stres altında olan, kredit ödəyən bir adam üçün bu əməlli başlı təhlükə siqnalıdır. Bəli. Təsəvvür edin ki, qazla dolu bir otağa atılan yanan kibrit çöpü rolunu oynayır bu başlıq. Məzmun sıfırdır, amma diqqətinizi tamamilə əsir alır. Deməli, yəni sizin göndərdiyiniz bu material sübut edir ki, bəzən cəmi bir neçə söz, o qısa xəbərdarlıq ən mürəkkəb və uzun iqtisadi hesabatlardan belə daha güclü təsir edir. Elədir. Çünki uzun hesabatlar rasionallığımıza xitab edir, belə qısa başlıqlar isə birbaşa hisslərimizə və instinktlərimizə. Aydındır ki, vəziyyət banka borcu olanlar üçün onsuz da arzu olunmazdır. Düzdür. Buna görə də bu sizin gündəlik həyatınız üçün çox önəmlidir. Maliyyə dünyasında belə qeyri-müəyyən, pis xəbər anonsları görəndə hər zaman şəxsi büdcənizi heç bir duyğuya qapılmadan sakit başla gözdən keçirmək lazımdır. Hazırlıqlı olmaq şərtdir həmişə. Tamamilə razıyam. Beynimiz qorxuya dərhal reaksiya verməyə proqramlaşdırılıb, amma biz o reaksiyanı yavaşladıb bunun detalı haradadır deyə soruşmağı bacarmalıyıq. Mütləq. Və yəni sonda bu dəfəki araşdırmamızı sizin üçün provokativ bir sualla
yekunlaşdırmaq istəyirik. Özünüz təhlil edin. Ekranınızda parlayan bu cür qorxuducu, lakin heç bir detalı olmayan maliyyə başlıqları doğrudan da sizi qorumaq üçün faydalı məlumat verir? Yoxsa sadəcə qorxu yaradaraq kütləvi diqqəti cəlb etmək, o klikə sizi məcbur etmək üçün istifadə olunan bir manipulyasiya vasitəsidir. Bəli, əsas məsələ də budur. Növbəti dəfə o müdir mesajına bənzəyən həyəcan siqnalını görəndə arxasındakı əsl məqsədi necə ayırd edəcəksiniz? Sizi bu barədə düşünməyə dəvət edirik. Bizdən bugünlük bu qədər.